Mən əvvəldən elə bilirdim ki, bu açılmır. Yəni sonu ancaq bu qədər idi. Fikir verdiniz, çek elədi. Yəni ora qədər açılırdı. Amma indi bəlkə çəkdim. Sən demə, bu axıra qədər açıla bilərmiş. Burada arxada da nə var, nə yox, hamısını görə bilərəm. Əl kremləridir. Çox qəşəng nəmləndirir. Qoyuram bura. Azapaz. Qoyum bura. Tuşlar mənim ən sevdiyim tuşlardır bunlar. Yəni orijinal deyil, amma çox qəşəngdir. Yəni çəkirsiniz, qalxır yuxarı. Çox qəşəngdir. Bu pomada da məndə orada ikisi var. Ona görə bunu da zapaz qoyuram bura. Bir də burada linerlər var. Onlar da zapaz qalır orada. Belə durun. Avon'un 2 ədəd belə pomadası var. Golden Rose'un belə pomadaları var. Bunu AliExpress'dən sifariş etmişəm. Qara pomadadır, amma çəkəndə qıpqırmızı olur. Qəşəng rəngi var. Sonra bunları da AliExpress'dən sifariş etmişəm. Sehirli pomadadır. Çəkirsən, yaşıl rəngdə çəkirsən olur. Qırmızı, sulu maye şəklində gözün üstünə çəkirsən belə qəşəng zər verir. Mən düşünürəm belə bir şeyləri də bura qoyum bəlkə. Bu da pomadadır. Temudan sifariş etmişəm. Bunu da Temudan sifariş etmişəm, amma səhv sifariş etmişəm. Mən digər rəngini sifariş etməyə əvəzi bunu sifariş etmişəm. Belə. Bu bazadır. Via kremidir. Əslində məndə belə bir qab var. Bunu deyirəm. Baxın, bunu Temudan sifariş etmişəm. Belə bir qabdır. İçində kreminlə bir yerdə gəlirdi, amma mən o kremi ilklərdə bəyənirdim, amma sonra bəyənmədim. Amma qabı çox qəşəngdir. Qabını saxladım və dedim ki, içinə krem əlavə edeyim. Mən də elə həmin o Nivea'nı bunun içinə döktüm və hər axşam üzümə çəkirəm. Yatmamışdan qabaq qəşəng nəmləndirir. Belə bir qablaşmaya qoydum və tumçukamın yanına qoyuram. Ivona'nın transparent pudrasıdır. Ivona'nın bir də məndə belə bir qaş sabitləyicisi var, amma tövsiyə eləmirəm. Heç qəşəng deyil, sabitləmir, su kimi qalır. Bilmirəm, Ivona'nın məhsullarını bəyənirəm. Tonal kremi məsələn, məndə baxın, tonal kremləri təkrar bir də aldım. Çox qəşəng kremlərdir. Amma bu qaş sabitləyicisini heç bəyənmədim. Ona görə bunu düşünürəm atacam. Əl kremini qoyaram tumçukamın böyrünə. Kollagenin belə bir tonal kremini bəyənmirəm, ona görə bunu da atıram. Üst sabitləyicidir, fiksator Temudan sifariş etmişəm. Qəşəngdir amma, xoşuma gəldi, qışda istifadə eləmirəm amma. Ivona'nın tonal kremləri çox qəşəngdir, mən bəyənirəm. Əgər istəsəniz bir dəfə yoxlaya bilərsiniz, qəşəngdir. Bu bazadır. Ta 15 yaşımda almışdım mən bunu. Görün nə qəşəng qalıbdı, Mary Kay'in. Konsilerlər məndə Ivona'nındır. Hər cürə konsiler istifadə eləmişəm, amma məndə əvvəl istifadə edirdim Ideal'ın, Ingrid'in. Onlar daha qəşəngdir. Düşünürəm yenidən ondan alacağım. Bunlar da yaxşıdır, pis deyil, amma Ingrid və Ideal kimi deyildi. Temudan sifariş etmişəm, zərdi. Bir də qaş üçün belə bir şey var, çox qəşəngdir, bu rəngini istifadə edirəm, qaşım üçün qəşəng effekt verir. Bunları da qoyaq bura. Konsilerimin biri də budur, bunu da yeni almışdım Temudan, bunu bəyəndim. Həqiqətən də qəşəngdir, baxın bu firmada kim istəyirsə deyirsiniz, mən sizə linkini atarım, qəşəng konsilerdir. Ən çox bəyəndiyim quruyur və suya dayanıqlıdır. Çox qəşəng rəngi var. Bir də gələn sizə Ivona'nkini də göstərim. Ivona'nınki də belə biraz tündür. Çox qəşəngdirlər amma rəngləri. Qaş sabitləyici Temudan sifariş etmişəm. Original nəsə bir şey almağa ehtiyac yoxdur da. Bunun özü elə çox qəşəngdir. Yəni qəşəng sabitləyir. Bəyəndim mən bunu, stoklayacağam. Və gəldik mənim original olmayan pomadalarıma. Yaxşı deyil idi rəngi. Baxın belə rəngdir. Mən içinə biraz tint qatdım və tündləşdi. İndi o qədər qəşəng olubdu ki. Bunları Essentrikdən almışdım. Ideal yazılıb üstünə. Original olmasa da o qədər gözəldir bu ikisi də. Baxın əsasən də bu çox qəşəngdir. Gündəlikdə istifadə eləməyə superdir. Sonra məndə var Kiko'nu. Mən eşitdiyimə görə yenə deyirəm. Bəlkə də məni yenə kimlərsə gəlib qınayacaq ki, sən bilmirsən, danışırsan. İnanın ki, mən hamısını bilirəm ki, danışıram. Bilirəm original nədir, fake nədir, bahalı çantalar, ucuz çantalar, hamısının qiymətindən də xəbərim var. Gətirirlər çanta görürsünüz. Məsələn, siz bir bahalı bir çanta 400 manata. İnanın ki, onun qiyməti deyil. O çantanın üstünə 200, 300, 400% pul qoyurlar. Mən özüm bir neçə satıcılarda belə eşitmişəm. Necə ki, çantaların həm originalı olur, həm də A-klası olur. Eynən də bahalı firmanın pomadalarının da həm originalı olur, həm də ucuz versiyası olur ki, hər kəs ala bilsin. Mən əslində istəsəm bunun bahalı versiyasını da ala bilərəm. 25 manatdır, dəhşət. Mən düşündüm ki, o 25 manatı mən buna heç vaxt vermərəm axı. Yəni bu bir şey ki, ucuzlardır deyə baxın alıram. Çox da qəşəng effekti var. Yəni pis də deyil. Nə dodağı qurudur, nə dodağı yandırır, nə dodağa bir ziyan verir. Ona görə mən gedirəm beləsini alıram. Baxırsan ki, hamısının tərkibi eyni şeydir. Bunun içindəki də eynidir, bunun içindəki də eynidir, originalın içindəki də eynidir. Yəni sadəcə qiymət fərqi var. Çox baha qoyulur şəhərdə. Bunları da atırıq bura.
alta çıxanda qoyuruq bura. Buxur yandırmaq üçün belə bir güldür, sakura gülüdür. Bunu mən hərdən bir istifadə edirəm. Ona görə qoyuruq bura. Vay. Çox bəyəndiklərim, sizə də tövsiyə elədiklərim. Deməli, Miss Tyson bu nömrəli pomadalardır. Daha doğrusu karandaşları 761, 773 və 764. Bunlar çox qəşəngdirlər. Miss Tyson belə qara rəngində aldım. Golden Rose'un da var məndə. Bu da orijinal. 222 nömrəli. Burada görsənmir cüzdanı. Odur. Jevin deməli belə bir karandaşı var. Belə fırladırsam içindən belə çıxır. Ağ qələm istəyirsinizsə Miss Fidinin baxın belə ağ qələmi daha qəşəngdir. Liner olaraq mən bundan istifadə edirəm, amma alsanız bunun orijinalını alın. Orijinalda burada R hərfi olur. Baxın belə yumru şar ikincisində R hərfi olur. Amma belə orijinal olmayanı da yaxşıdır. Bunu da elə bunların yanına. Temudan sifariş etmişəm. Rəngləri çox qəşəngdir. Gözəl rənglər var. Dodaqda da qəşəng qalıcı durur. Yəni ucuz olduğuna baxmayın, çox qəşəng keyfiyyətli. Belə vitamin formasındadır. Bunun özü də yulasıdır, bu sponj da yulasıdır. Aparıb sonra yuyaram. Bir amma çox da çirklənməyib deyə hələ istifadə edirəm. Bunu da atıram bunların üstünə. Bu da mənim kosmetika yeşim. Bunu yaxşı açıldı. Bunun açıldığına çox sevindim. Düşünürəm bundan o tərəfə artıq səliqə ola bilməzdi. Bunu yuyacağım, bunları satmaq istəyirəm. Baxdım ki, bunun da elə vaxtı bitibdi. Ona görə düşündüm elə bunu da atım. Keçək bura. Söz verdiyim kimi büjteriyalarımı da göstərmək istəyirəm. Əgər xoşunuz gəlmirsə, baxmaq istəmirsinizsə irəli çəkə bilərsiniz. Büjteriyalar da izləyicilərim istəmişdi. Ona görə burada sizə göstərirəm. Buraları temizden sipariş etmişim. Bunu da koyun buraya. Yayda geçek gider. Zılı ve gümüş renkli geçek durur boyunda. Bunları koyak bura. Bunu hamısı seplerde karışlayıb birbirine. Bunları sonra boş vaxtım olanda ayıraram. Qarışıq hamısı bir yerə qoyuram belə. Bol bilərziklər. Görün nə gözəldir. Bilərzikləri niyyətlə xoşlayıram. Bir dənə də belə şamranlar var. Bunları istəyirəm təmiz ayrı qoyum çünki hərdən götürüb taxıram. Bilərzikləri saxlıq buram. Belə bir bilərzikim var. Bunu da qoyaq bura. Tək qalmasın. Olar ki bunlar elə eynidir. Biri plasmasdır, biri dəmirdir. Bu belə durur, düz formada durur. Bu isə uzun soq durur. Ona görə ikisini də taxıram. Bunu mən ikinci dəfə sifariş edirəm. Elə ki bunun bir tayı etmişdi biz bu evə köçəndə. Bilmirəm, yəqin ki yolda salmışam. Ona görə təkrar aldım. Qulaqda çox qəşəng görsənir. Qoyaq bura zaten dursun. Bəlkə biri də etsə o birisini əlavə çıxarım. Bunlardan böyük sırğalar taxmaq istəyirəm. Ona görə almışam. Bunları hara qoymalıyıq? Yer azaldı. Yəqin mən bu sırğanı da tay etmişdim. Bəyənmişdim deyə təkrar bir də aldım. Bu sırğaları da almışdım AliExpress'dən bu ürəkləri. Bu sırğaları Temudan almışam. Bunları da Temudan almışam. Bunları da Temudan almışam. Yox, bunu estağfurullah Temudan yox. Bunu buradan almışam Frazinda. Bunları Temudan almışam. Baxın bu yapaqları. Biz bunları da atırıq bura. Belə. Azal batım. Ses alıyorum. Belə yığdım. Əvvəlkinə baxanda daha səliqəli oldu. Bilirsən ki, harda nə var? Bu üzüklərim tamam sığmadı deyə iç şədə yığdığım oldu. Sonra bu üzüklərim bu sınıqdı, bunu yapışdıracağam. Sonra bu da qopubdu. Bunu bilmirəm, əgər düzəlməsə ataram gedər. Belə fırlanır bu o üzüklərdəndir. Sonra bu gümüşdür. Bu gümüşü verəcəm təmirə. Belə bir ki, pauza işarəsində belə düz xəttlərdir. Pauza həm də rəngi də qaçıqdır. Qaralıb da doğrusu artmaq lazımdır. Bunu da qoyaq bura. Biz bu tərəfdə var belə. Bəlkə şəng oldu. Burada dursun. Sonra burada məndə var. Baxın, bunlar tenlərdir filandır. Sonra bunlardır. Bunları heç qurdalamayacağam. Elə olduğu kimi də qoyuram öz yerinə. Əvvəl necə qoyurdumsa elə də qoyuram. Bu nədir burada? Əl kremini gərək istifadə edən bitsin. Sonra bunlar atılır. Bu heç. Bunlar mənim kremlərimdir. Belə. Gündəlikdə istifadə eləməyə ora qoydum. Belə. Və bir də budur. Boğaz üçün bu çox qəşəng bir şeydir. Bunu tövsiyə edirəm sizə almağa. Əgər buxağınız çıxırsa və yaxud da çıxmağını istəmirsinizsə, bu çox qəşəng bir şeydir. Roliklidir. Göstərim sizə. Baxın, belə bir şeydir. Masaj eləyir, anında yox eləyir də. Məndə ümumiyyətlə buxaq deyilən şey olmurdu. Amma son vaxtlar baxıram ki, axşamlar uzananda, daha doğrusu bunu istifadə eləməmişdən qabaq, elə uzanıram ki, buxaq çıxır oradan və o da məni narahat eləməyə başlamışdı. Fikir verdim ki, görsənir də biraz. Ona görə bunu istifadə elədim. Həqiqətən də effektinə inana bilmədim. Çox qəşəng oldu. Həmin o buxaq əridi. Yəni əgər siz də çıxmağını istəmirsinizsə, mütləq istifadə eləyin. Boyunu da masaj eləmək olar buna. Qəşəng masajordur da, gözəl bir şeydir. İçində kreminin qoxusu da çox qəşəngdir. Belə basırsan, göstərim sizə. Belə bastırsan çıxır və başlayırsan masaj eləməyə. Çox qəşəng bir şeydir. Bunu qoyacağam
Tumbuçkamın dövrünə ki, hər axşam masaj eləyim. Çıxmasın deyə və yaxud da əgər səhv uzanıramsa, baş aşağı qalıramsa, buxaq çıxırsa oradan onun qarşısını alsın deyənə düşünürəm ki, istifadə edəcəm bunu hər axşam. Buralar da olur tərtəmiz. Bu tumbuçkaları isə düşünürəm yığmayacağam, təmizləyici. Buradan hətta bunları götürmüşdüm. Burada da zapaz belə sponjiklərim var falan. Daraqdır. Bu darağı da qoyaq bunun yanına. Bu belə dursun. Всё. Səlgəli əslində, heç qurdamasam da olar. Pivkodan almışdım. Batareyka ilə işləyəndir. İstəyirəm şüşənin da bu güzgünü yuxarı hissəsinə yapışdırım. İndi birlikdə yapışdıraraq baxarıq. Gəlin yandıraq. Çox qəşəng durdu, həm də işıqlandırdı. Sadəcə bir məqama toxunmaq istəyirəm. Bunların içi niyə belə tozlu görsənir ki? Yəni realda o qədər tozlu deyil. Baxın belə fırladırsan, açılır. Açılıb içini bir dəfə spirtlə qəşəng silərəm. Bu tərəfdən də göstərmək istəyirəm. Baxın belə bir şey oldu. Bunu almağınızı tövsiyə edirəm. Çox qəşəng bir məhsuldur. Yumurtaları pişməyə qoyarkən bunu da atırsınız içinə. Bu da yumurtalarla bir yerdə qaynayır. Soft olan, yəni ki, az pişmiş olur ki, biraz lağ qalır, yəni sarısı. Medium olan ən yaxşısıdır. Yəni həm biraz pişmiş olur, həm də biraz elə bir ki, sulu kimi qalır. Yəni orta pişmiş olur. Hard isə, yəni ki, çox pişibdir. Yəni tam pişmiş vəziyyətdədir. 100% işlək vəziyyətdədir. Yəni yaxşıdır, köməyi düşür. Yəni yumurtanın həqiqətən də olduğu kimi çıxardır. Mən bunu istifadə edirəm. Bu da çox qəşəng bir şeydir. Qap simidir. İstənilən qazanın səthini yağdan, qurumuş yağdan falan, yapışmış yağdan falan belə təmizləyə bilərsiniz. Cızmadan, etmədən qəşəng təmizləyir. Super bir şeydir. Paslanmaz poladdır və uzun ömürlüdür. Xanım mənim bu qızılı qaşıqlarımı soruşur. Bunları Temudan sifariş etmişəm. Xanıma söz vermişdim ki, videoda paylaşacağım, mütləq deyəcəm. Bu qaşıqlardan çox razıyam. Mən bunu çoxdan sifariş etmişəm və hər gün də istifadə edirik. Rəngi falan qaçmır, eləmir. Yəni paslanmaz poladdır. Amma mən bir səhvə yol verdim. Baxın, gəlin bu da sizə belə nümunə göstərim. Görürsünüz, burada rəngi qaçıbdır. Bu da mənim səhvimdir. Mən qab yumaq maçalkanın o sərt hissəsi ki var, baxın orasından sürtmüşəm bunu. Sürtmək olmaz. O necə ki, paslanmaz poladdan olan sırğalardır, bileziklərdir, üzüklərdir. Onları ki, necə sürtməyə məruz qoymaq olmaz. Rəngi üstündən qaçır. Yəni bu bilirsiniz ki, yəni paslanmaz polad üstü qızılı örtmədir. Sadəcə bunlarla biraz ehtiyatlı davranmaq lazımdır. Əks halda belə baxın, belə şeylər olur. Bir də burada daha çox bilinir. Fikir verirsiniz, rəngi qaçıbdır. Yenə də tövsiyə edirəm, mütləq alın. Sadəcə alsanız nə vaxtsa yadınızda saxlayın ki, bunları maçalkanın sərt hissəsindən sürtmək olmaz. Bunları da Temudan sifariş etmişim. Dəst format. Bugün hava qəşəngdir. Ona görə çıxdım ki, biraz hava alım. Dedim biraz magazinlərə baxım.
Yenicə Omidə girmişdim ki, baxım nələr var, nələr yox. Mən girdim, işıqlar söndü, amma sonda Sleepy götürəndə işıqlar onda yandı. İndi videonun sonunda görəcəksiniz. Omidə girdim, bir dənə slip aldım, çıxdım. Dəhşət adam çoxdur. İndirimlər var 25-nə kimi. Desəm 3 gün olmalıdır da. Getdim, mən də bir dənə slipi götürdüm. Bir də orada aromatizatörlər var idi. Çox düşündüm. Əlimi aldım, qoydum, amma sonunda dedim istəmirəm. Götürmədim. Hamamın son vəziyyəti əslində tam da bitməyib, pol qalıbdı. Buraları da yuyacağım indi. Buraları da yığdım. Belə təmiz oldu biraz. Hardasa təmiz oldu. Əslində Asperox mavi gücüm qurtarmışdı deyə tam da belə təmiz. Qəti şəkildə sizə belə rəngli moydadırlar tövsiyə etmirəm. Bir əliniz orada qalacaqdı. Bugün təmizləyirsiniz, yarım saat sonra baxırsınız ki, ətrafda su ləkələri var. Yəni qalır, düşür üstünə və quruyur, ağ izlər qalır. Yəni məsləhət görmürəm. Bilmirəm, bizdən əvvəlki ev sahibləri bunu yəni necə istifadə ediblər. Yəqin hər gün təmizləyiblər da ki, təmiz olsun. Amma qəti məsləhət görmürəm. Yəni ki, inşallah səbirsizliklə gözləyirəm ki, hamamı dəyişək, təzəliyək, qəşəng təzə olsun. Ona görə hərəkət vəziyyət baxın belədir. Belə bir dənə pol qaldı, polu da təmizləyim, bunu da yerinə qoyum. Fikrim qalmışdı o şamda və yanında o spreyki var. Dedim ki, onu götürüm. Ayağından qurtarmayıbsa əgər ağ rəngi. Ağını istəyirəm, sonra onun dozatoru var. Ondan sonra mən yeni istifadə edə bilərəm. Ətirləndirici falan otağa. Qəşəng qablaşması var. Üç tane 04. Gəldim yenə nə alsan ucuz al mağazasına. Xanımlar soruşur ki, bəs bura ünvan haradır? Burada şu adam çox olur, ona görə odaya çəkiş eləmirəm, normal. Bura deməli yerləşir. Aycumolun sırasında Filiton mağazası var. Bakıxanovda düz, ondan üzbəüzdür. 72% sabundur. Bunu götürmək istəyirəm. Duru formada. Son Asperox götürəcəm bir dənə. Bu çox yaxşı şeydir, baxın bundan. Gəlsəz alın, 2 manat 60 qəpikdir. Tərtəmiz eləyirdi. Mən alıb istifadə eləmişəm, onun üçün deyirəm ki, bilirəm, yəni çox yaxşı bir şeydir. Bunları Omiddən aldım. Bunu götürdüm. Bir qəşəng peeling effekti verən bir maçalkadır. Arxa hissəsi də belədir. Qiymətlərini bilmirəm əslində. Tez götürdüm, adam çox idi. Sonra belə bir qubka götürdüm. Belə bir kisəsi, yəni bir üçündür. Qəşəng rəngi var. Bir də belə boz rəngini götürdüm. Və əsas mən buna gitmişdim. Buna getdim və bunun sayəsində bunları da almış oldum. Baxın, bunu götürdüm. Qap özü şüşədəndir, düşünürəm. İstifadə edə biləcəm sonra. Qiymətlər də baxın, budur hal-hazırda. İndi bilmirəm, endirimdən düşəndən sonra qiyməti nə qədər olacaqdır. Baxın, onu bilmirəm. Hamamı təmizlədim. Düzdür, gərək bunu alıb bununla təmizləyərdim hamamı, amma da eybi yox. 490 qəpiyə aldım. 2 ədəd daş böyük ölçüdə həmişə lazım olur və bir də 72% belə maye şəklində sabun. Bunu paltar maşınına da tökmək olar, paltarlara, sonra qab da yumaq olar, əl də yumaq olar. Bir sözlə, yəni universal bir şeydir. Xalça falan da yumaq olar düşünürəm. Bunun qiyməti 250 qəpik idi. Neydi? Aha, bir də kley götürdüm dırnaq üçün. Məsələn, baxın, mən bu dırnağım getdi, qırıldı. Bunu mən qopartmaya da bilərdim, bundan yapışdıra bilərdim. Biraz uzun gedərdi, amma da evi yox. Sonra bir də bayaq axırıncı gördüyünüz mağaza isə deməli Müjdə Shopping idi, İran məhsulları. Oradan da yenə test götürdüm. 3 manat 20 qəpikdir. Çox qəşəngdir. İzləyicilərim də alıb yoxlayıblar. Bəyəniblər yəni. Ucuz olduğuna baxmayın, keyfiyyəti bildizlər. Beləsi. Bu da mən bazarlayım. İndi bunları yerləşdirəcəm. Əyilmək olmaz mənə, amma yavaş-yavaş artıq
əyilirəm ki, görüm nə göstərəcəkdir. Dedim, bura qoyun bunları da. Yer yoxdur, başqa yer. Və bir də sizə mən bunu göstərmək istəyirəm. Baxın, keçən dəfə Temudan sifariş etdiyimdə bu qabın içinə qoyuram. Xırda ziblər falan olanda içinə atmağa. Salafanlardır, balaca-balaca. Onları yığıram. Çox qəşəngdir. Baxın, buradan çıxardıb açıb yumaq da olur. Çox qəşəng bərk yapışıbdır bura. Qəşəngdir. Yəni istəsəniz deyin mənə, sizə link. Bura qədər izlədiyiniz üçün hər birinizə dərin təşəkkürümü bildirirəm. Əgər kanalımı daimi izləyirsinizsə, bəyənirsinizsə, o zaman bəyənin və kanalıma abunə deyilsinizsə, abunə olun. Çox xahiş edirəm. Sizin hər bir dəstəyiniz mənim üçün çox önəmlidir. Gəlin birlikdə böyüyək. Gələn vloqlarda görüşənədək hələlik. Mən hələ də oturmuram. Yəni oturmaq olmaz hələ ki. Bir həftə gözləməliyəm özümü. Bir stəkan dedim çay içim xurma ilə. Bu arada xurma sevəniniz var. Mən çox xoşlayıram. Bir də bunları hələ ki yerləşdirməmişəm. Bu hamama gedəcək. Bir də bunların hamısı hamama gedəcək. Bir dənə bunu otağa aparacağım. Всё. Bunları da indi yığışdıraram. Böyle.